Birincisi, mənə elə bir insan dərs keçir ki, mən onun adını ucaltmalıyam. Və sonra da digər verilişdən mənə təklif gəldi. Qalmaqal təklifi gəldi, amma mən qəbul eləmədim. Çünki dedilər ki, qalmaqalla daha tez tanınacaqsan, daha populyar olacaqsan, amma mən istəmirəm. Eybi yox, qoy mən gec populyar olum. Amma mahnılarım ilə, ədəbim ilə necə varam elə də gedim. İstəmirəm qalmaqal. Və keçən dəfə də dedim, əsas mənim mahnılarım sevilsin, xalq tərəfindən sevilim. Bir də ki, Mikail, keçən dəfə sizin verilişə mən çıxdıqda, mən o qədər həyəcanlı idim ki, birdən məni xalq qəbul eləməz, xalq sevməz. Bu bilirsiniz də, hər müğənnini xalq anında mənimsəmir. Əlbəttə, qəbul eləmək. Qəbul eləmək var, onu illər çəkir, vaxt keçir. İnsan var, müğənnimiz var ki, 10 ildən sonra onu qəbul edirlər, 15 ildən sonra. Amma mən bütün səhifələri paylaşdı, sağ olsunlar.